yaxşı bilir ki, bu onları narahat etmir. Və indi çox maraqlı bir fakt. İzlandiyada ağcaqanad yoxdur. Təxminən 1300 növ həşərat növü var, amma bir dənə də olsun ağcaqanad yoxdur. Bu mənə ən çox sevindirən tərəfdir. Həm təbiəti qoruyurlar, həm də ağcaqanadlardan azaddırlar. Düşünürəm ki, biz onların təbiət sevgisindən və həyat tərzindən çox şey öyrənməliyik. Xüsusən də bizdə dənizə zibil atan və göl kənarında qab yuyan insanları gördükdə İzlandiyalıların təmizliyinə heyran qalmamaq mümkün deyil. Dövlət xalqın xoşbəxtliyini artırmaq üçün küçələri və prospektləri rəngbərəng bəzəyir. Çünki uzun qış aylarında günlərlə günəş doğmur və ya 18 gün boyunca batmır. Belə hallarda insanların ruh halı yüksək tutmaq çox vacibdir. Hətta piyada keçidlərinin bəziləri 3 ölçülü və maraqlı formalarda çəkilərək həm insanları güldürür, həm də sürücülərin diqqətini çəkir. Və nəhayət bu videonun sonuna gəlmişkən dünyanın ən gözəl gecələrinin bəzilərinin də məhz orada yaşandığını unutmayaq. Çünki İzlandiya şimal işıqlarının ölkəsidir. Bu mənzərəyə bir baxın. Bu gözəl və maraqlı məlumatları sizinlə bölüşdükdən sonra videomuzun da sonuna gəldik. Dostlar, videomuzu bəyəndinizsə, videomuza like qoymağı və mümkünsə kanalımıza abunə olmağı unutmayın. Sağ olun, Allah amanında qalın.